وَكَذَٰلِكَ جَعَلْنَاكُمْ أُمَّةً وَسَطًا. Bismillah, elhamdülillah, ve salatu ve selamu ala Resulillah. Eşhedü en la ilahe illallah vahdehu la şerike lehu ve eşhedü enne Muhammeden abduhu ve resuluhu. Amma ba'd. Allahın evlərindən birində deməli Allahı zikr etmək üçün, Allahın kitabını öyrənmək üçün bir araya yığılmağın fəziləti nə idi? 4 dənə. Birincisi nə idi? Sükunət nazil olur. İkincisi, mələklər dövrəyə alır. Allahın rəhməti bürüyür. Və Allah Teala onları mələklər arasında anır. Amma digər rəvayətdə isə bağışlanmış halda qalxın deyilər. Və həmçinin mələklər deyər ki, onların içərisində birisi var ki, onlardan deyil, sadəcə orada oturub. Və Allah Teala deyər ki, humul qavmu la yeşqa bihim cəlis. Onlar elə bir qövmdür ki, onlarla birgə olan bədbəxt olmaz. Və inşallah bugün də qısaca olaraq Fələq surəsini götürərik. Bismillahirrahmanirrahim. Qul əuzu birabbil fələq min şərri mə xaləq və min şərri qasiqin idə vəqab və min şərri nəffəthəti fil uqad və min şərri həsidin idə həsəd. De ki, mən sığınıram fələqin Rəbbinə. Yəni, fələq mənası sübhün Rəbbinə. Min şərri mə xaləq, yaratdıqlarının şərrindən. Yaratdıqlarının şərrindən sübhün Rəbbinə sığınıram. Min şərri mə xaləq və min şərri qasiqin idə vəqab. Qasiqin şərrindən. Qasiq, yəni gecə deməkdir. İdə vəqabə daxil olduğu zaman. Yəni gecə öz zülməti ilə daxil olduğu zaman, ətrafı bürüdüyü zaman onun şərrindən. Min şərri qasiqin idə vəqab və min şərrin nəffəthəti fil uqad və min şərri şərrindən ən-nəffəthət. Nəffəthə, yəni üfürməkdir. İbarət sadəcə üfürmək. Nəffəthə sulu üfürməkdir. Nəffəthəti fil uqad. Uqad düyünlərə üfürənlərin şərrindən. Mən burada qadın cinsinə gəlib. Yəni bəziləri deyir ki, düyünlərə üfürən qadınların şərrindən. Amma İbn Qayyim rahimehullah tərcih edir ki, qadınlar yox, burada ümumi ruhlar, nəfslər gəlir. Yəni düyünlərə üfürən canların, nəfslərin, ruhların şərrindən. Və min şərri nəffəthəti fil uqad və min şərri hasidin idə həsəd. Həsəd aparanın şərrindən, həsəd apardığı zaman. Həsəd apardığı zaman. Mən surənin sözləri aydındır. Bir də götürürük. Qul nədir? Əuzu birabbil fələq. Sübhün Rəbbinə. Min şərri mə xaləq. Yaratdıqların şərrindən. Və min şərri qasiqin. Gecənin şərrindən idə vəqabə girdiyi zaman, daxil olduğu zaman. Və min şərri nəffəthəti fil uqad. Düyünlərə üfürənlərin şərrindən. Yəni seyirbazlar, çox var, nəzərdə tutulmuş seyirbazlar. Yəni hər dəfə düyün vururlar, üstündən üfürürlər. Düyün vururlar, hər düyün üstündən üfürürlər. Və min şərri hasidin. Həsəd aparan şərrindən idə həsədə. Həsəd apardığı zaman. Deməli, bu surələr həqiqətən yəni, əzəmətli surələrdir. Hədisdə də gəlir ki, Peyğəmbər sallallahu buyurur, Qul huvallah, fələq nəsi oxusan, yəni heç bir şey sənə zərər toxundurmaz. Yəni hər şeydən sənin qorunmağına yəni, səbəb olar. Fələq surəsi xarici şərlərdən yəni sığınmağı özündə əhatə edir. Şərlər iki növdür. Daxili şərlər və bir də xarici şərlər. Nəs surəsi daxili şərlərdən sığınmağı özündə əhatə edir və Fələq surəsi isə xarici şərlərdən və yaratdıqlarının şərri. Hansılardır? Xarici deyilmi? Sonra gecə gəldiyi zaman, çünki gecə bütün şərlər, şər qüvvələr oyanır, ortaya çıxır. Və həmçinin nəffəthəti fil uqad kimlərdir? Yenə xarici şərlərdir. Və min şərri hasidin idə həsəd və həsəd aparanın şərrindən
həsəd apardığı zaman. Bunlar hamısına ara aiddir? Xarici şərlərə aiddir. Deməli, insan bunları oxuyarsa, həm xarici şərlərdən sığınmış olur, qorunmuş olur və eyni zamanda da Nəs surəsində oxumaqla daxili şərlərdən. Deməli, şər deyildiyi zaman şər nədir? Şər ağrılardır. Şər nədir? Ağrı. Və bir də ağrıya səbəb olan şeylərdir. Ağrılar və ağrıya səbəb olan şeylər. Və ikinci növ, hansı ki günahlardır. Günahlar nəyə səbəbdir? O ağrıların, əzabların, cəzaların baş verməsinə səbəbdir. Və bu iki şərlər içərisində ən pisi, ən şiddətlisi hansıdır? Daxili şərlərdir. Yəni günahlardır. Və bu iki surədə artıq insan həm xarici şərlərdən və həmçinin daxili şərlərdən sığınmış olur. Deməli, qul əuzu bi rabbil fələq, de ki, mən fələqin Rəbbinə sığınır. Fələq sözü lüğəvi mənası yarılmaq deməkdir. Fəliqul isbah necə Quranda keçir? Yəni sübhü açan. Fələqal həbbə, yəni bir ki, o dənli bitkilərdir, əkirsən, yəni torpağı yararaq çıxır. Yəni fələq elə bir ki, yarmaqdır. Yəni Allah Teala gecəni yararaq içərisində nəyi çıxardır? Sübhü çıxardır. Və həmçinin burada olan hikmətlərdən odur ki, yəni Allah Teala gecəni yararaq sübhü çıxartmağa qadirdirsə və kim ona sığınarsa və sığınanı da qorunmağa qadirdir. Min şərri mə xaləq və min şərri qasiqin idə vəqab, yaratdıqlarının şərrindən və gecənin şərrindən. Yəni, və burada həmçin hikmətlərdən gətirirlər ki, gecənin şərrindən deyildiyi zaman, yəni gecə gəldiyi zaman bütün şər qüvvələr oyanır. Yəni, şeytanlar səpələnir. Və həmçinin oğrulardır, quldurlardır, öz məskənlərindən çıxırlar, hərəkətə başlayırlar. Və həmçinin həşəratlardır, yəni öz yuvalarından çıxırlar. Amma sübh olduğu zaman yenə onlar öz yerlərinə qayıdırlar. Və ona görə hədisdə də Peyğəmbər s.ə.v buyurur ki, axşam olduğu zaman, gün batdığı zaman uşaqlarınızı yığın, bağlayın. Amma gecənin bir müddəti keçdikdən sonra yenə buraxın. Yəni, yenə burada hikmətlərdən gətirirlər ki, nəyə görə? Çünki o vaxtı şeytanlar səpələnir. Və uşaqlar da zikirləri bilmirlər. Yəni, onlarda da qorunmalar olmadığına görə, yəni şeytanlar onlara toxuna bilər. Və yığın evə və artıq gecə düşdükdən sonra yenə buraxmaq icazəlidir. Və min şərri nəffəsət, aydın oldu. Nəffəsət, yəni düyünlərə üfürənlərin şərrindən. Və min şərri həsidin idə həsəd və həmçinin həsəd aparanın şərrindən, həsəd apardığı zaman. İbn-i Qayyim Rahimullah həsəd aparanın şərrindən qorunmaq üçün müəyyən səbəblər gətirir. Həsəd aparan və yaxud da ümumi düşmən deyək və yaxud istəməyənlərin, düşmənlərdən qorunmaq üçün səbəblər var. O səbəblərdən deyir ki, birincisi, necə bu surədə keçdiyi kimi, insan sığınmaqla qoruna bilər. Yəni, Allaha sığınmalıdır. Ən güclü səbəblərdən birincisi, yəni insan bütün şərlərdən və eyni ilə də həsəd aparanın şərrindən də Allaha sığınmalıdır ki, qorunması üçün. Və ikinci səbəb isə deyir, təqvadır. Təqva. İkinci səbəb, yəni düşmənlərdən qorunmaq üçün və həmçinin həsəd aparanlardan istər-istəməz, yəni elə bir insan yoxdur ki, yəni ondan xali olsun. Yəni hər bir insan ola bilsin ki, onu istəməyənlər olsun və yaxud da həsəd aparanlar olsun. Və ondan qorunmaq istəyirsə ikinci yol nədir? Təqvadır. Təqva da nədir? Təqva lüğəvi mənası maniyə sözündən götürülür. İnsan özü ilə xoşlamadığı bir şey arasında maniyə tutmasına deyilir. Məsələn, ayağına tikanın batmasını xoşlamır, ayaqqabı geyinir. Və yaxud da günəşin istisini xoşlamır, çətir götürür. Amma şəri mənası isə təqvanın, yəni insan özü ilə Allahın qəzəbi və əzabı arasında maniyə tutmasıdır. Özü ilə Allahın əzabı və qəzəbi arasında maniyə tutmasıdır. O da nədən ibarətdir? Çətir ola bilməz, əmirləri yerinə yetirib qadağalardan çəkinmək. Yəni ümumiyyətlə insanın günahlardan çəkinməsi. Çünki əmirləri də yerinə yetirməmək də ümumi götürəndə günahlar sayılır. Əgər insan günahlardan çəkinərsə, həsəd aparanın şərrindən, ümumiyyətlə düşmənlərin şərrindən qorunmuş olur. Çünki Allah Teala Quranda buyurur, Əl-İmran surəsi 120-ci ayədə,
İn tasbiru və təttəqu la yadurrukum keyduhum şey'a. Əgər siz səbirli və təqvalı olsanız, onların hiləsi sizə heç bir zərər toxundurmaz. Əgər siz səbirli və təqvalı olsanız, yəni səbirlə yanaşı günahlardan uzaq olsanız, onların, yəni düşmənlərin hiləsi sizə heç bir zərər toxundurmaz. Yəni bu deməkdir ki, düşmənlər həmişə hilə quracaq da, nə vaxt onların qurduğu hilələr baş tutur, yəni biz səbirsiz olanda və günaha düşdüyümüz zaman. Amma günahdan uzaq olsaq və səbirli olsaq, onların hiləsi baş tutmur. Deməli, səbəblərdən nə oldu? İkinci, təqva oldu. Və üçüncü, yenə bu ayədə keçən dəlildən biridir, o da səbirdir. Səbirli olmasıdır. Həqiqətən deyir, səbir düşmənlərə qarşı və eyni zamanda səni istəməyənlərə qarşı və yaxud həsəd aparanlara qarşı yəni ən güclü silah sayılır. Ən güclü silahdır. Və elə bil ki, yəni insan səbr etməklə artıq ona düşmənə qarşı bir yəni ordu yaratmış olur səbirlə. Yəni o azğınlıq edən insan azğınlığını çoxaltdıqca elə bil ki, özü tərəfindən oxları buraxır, fırlanıb oxlar özünə gəlir. Azğınlıq çoxaltdıqca. Amma sadəcə deyir, biz onu görmədiyimizə görə, bilmədiyimizə görə ancaq deyir, azğınlıq edən insanın o azğınlığını görürük. Əgər deyir, biz onları görürsək, o tuşlanan oxları, özünə tuşlanan oxları görsək, insan deyir, sevinərdir. Amma insan deyir, onları görmür. Və buna da dəlil olaraq Allah Teala buyurur: "Zəlikə və men aqaba bimithli ma uqiba bihi thumma bughiya alayhi la yansurannahullah." Yəni bu da ona görədir ki, əgər bir kimsə ona qarşı bir azğınlıq edildikdən sonra əvəzini çıxarsa, yəni onun verdiyi cəzanın mislini ona qaytardıqdan sonra İkinci dəfə ona qarşı azğınlıq edilərsə, Allah Teala mütləq ona yardım edəcəkdir. Mütləq ona yardım edəcəkdir. Və buradan çıxarılan fayda nədir? İbn-i Qayyim Rahimullah deyir ki, baxın deyir bu ayəyə, əgər bir insan deyir, bir dəfə haqqını aldıqdan sonra, ikinci dəfə ona qarşı azğınlıq edildiyi zaman, səbr etdiyinə görə Allah Teala ona yardım edirsə, heç bir dəfə olsa haqqını almadan səbr edən insana Allah Teala necə yardım etməsin? Çatır mı? Zəlikə və mən aqaba bimithli mə uqibə bihi thumma bughiya alayhi layansurannahullah. Allah Teala ona mütləq yardım edəcəkdir. Deməli, qorunmağın yollarından nədir? Üçüncüsü səbr etməkdir. Və həmçinin yenə səbəblərdən biri də təvəkküldür. Yəni insanın təvəkkülünün güclü olması, yəni işlərini Allaha həvalə etməsi ən böyük səbəblərdən biri sayılır. Çünki Allah Teala buyurur ki: "Və men yetəvəkkəl alallahi fehuve hasbuh." Kim Allaha təvəkkül edərsə, Allah ona yetər. Allah ona kifayətdir. Allah Teala digər əməllərin mükafatını onun növünə uyğun təyin etmişdir. Kim belə edərsə ona filan mükafat düşür. Kim belə edərsə filan mükafat düşür. Amma təvəkkülün mükafatı isə özünün ona kifayət olmasıdır. Əgər insan deyir, haqqı ilə təvəkkül edərsə, Allah Teala ona yetər. Əgər Allah Teala kifayətdirsə, bunun qarşısında heç kəs dura bilməz. Hətta İbn-i Qayyim Rahimullah deyir ki, əgər insan bir dağı yerindən qaldırmaqda, dağı yerindən itirməkdə Allaha təvəkkül edərsə və o dağın itirilməsi ona əmr olunubsa, o dağı yerindən itirər. Neçən səbəb oldu? Dördün. Birincisi sığınmaq, ikincisi təqva, səbir, təvəkkül. Beşinci isə yəni insandır qəlbini onunla, o pislik edən insanla, həsəd aparanla, düşmənlə məşğul etməməsidir.
Qəlbi onunla məşğul, yəni qəlbinə onu daxil etməməsidir. Nə vaxt yəni onu qəlbinə daxil etdisə, problem daha da çoxalır. Və sonra deyir ki, ruhlar da bədənlər kimidir. Ruhlar da bədənlər kimidir. Əgər də bir insan səni vurmaq istəyir, sənin dalınca düşüb və sən də qaçırsan və onun qabağına çıxmadınsa, uzaqlaşdınsa, təhlükə soğuşur. Yox, əgər də qabağına çıxdınsa, dayandınsa, istər-istəməz orada yəni əlbəyaxı olacaqsan, müəyyən zərər hasil olacaqdır. Və həmçinin də ruhlar da belədir. Yəni o insanın, o həsəd aparan insanın nəfsi daima ayıqdır. Yəni sənə zərər toxundurmaq istəyir. Sən də fikrini, qəlbini onunla məşğul edəndə elə bil ki, ruhların çarpışması yaranır, hasil olur. Və ona görə nə etməməlisən? Qəlbini onunla məşğul edəməlisən. Qəlbini məşğul etdinsə, problemin üstünə problem gəlir. Və həmçinin insanın qəlbində ixlasın, Allah sevgisinin yəni azalmasına səbəb olur. Və əgər deyir ki, sən deyir, qəlbini onunla məşğul edirsənsə, deyir, səndə ixlas yoxdur və yaxud da azdır. Niyə? Çünki sənin məqsədin, əgər həqiqətən sənin məqsədin Allahın rizasıdırsa, Allahın razılığını qazanmaqdırsa, yəni o kimsə sənə nə dedi, nə danışdı, əyri baxdı, niyə belə etdi, yəni onlar sənə təsir etməməlidir. Deməli, onlar sənə təsir edirsə, onu qəlbindən çıxara bilmirsənsə, deməli nə var? İxlasda problem var. Və yəni qəlbini onunla məşğul etməməlidir və onunla məşğul etməməsi üçün də sonraki səbəb gəlir. 6-cı səbəb. 6-cı səbəb nədir? İnsan qəlbini yəni Allah sevgisi ilə, ixlasla, Allaha yönətməklə doldurmalıdır. Çünki insan qəlbini bu kimi ibadətlərlə doldurduqca o başqa faydasız şeylərə yer qalmır. Amma başqası gəldikcə isə bu birlərini çıxardır. Və ona görə də insan bilməlidir ki, yəni bu ev, yəni qəlb evi, hansı ki bu ev nədən ötürü yaradılıb? Yəni Allahı tanımaqdan ötürü, Allahı sevməkdən ötürü, Allahın razılığı üçün yaradılan bir evdir. Və insan rəva bilməməlidir ki, bu qəlbə boş şeylər girsin. Yəni bədən üzvləri içərisində ən əfsəl orqan qəlbdir və Allah Teala qəlb üçün də ən əfsəl ibadətləri ayırıb. İxlas, Allah sevgisi, təvəkkül, inabə, Allaha tərəf dönmək. Yəni bu ən əfsəl ibadətlər haradadır? Buradadır. Və ona görə insan razı qalmamalıdır ki, yəni Allahı tanımaq üçün, Allah sevgisi üçün yaradılan bir evə boş şeylər girsin. Və onlar girdikcə də yəni əsas şeylər qəlbdən çıxacaq. Ona görə yəni insanın əsas məqsədi, yəni bunların qorunması olarsa, o dəyərli olanı istəyirsə qəlbində qalsın, onda boş şeyləri qəlbinə daxil etməyəcəkdir. Və 7-ci səbəb isə, 7-ci səbəb tövbədir. Tövbə. Yəni düşmənlərdən qorunmaq üçün 7-ci səbəb tövbə. Xüsusən də ümumi tövbə etmək. O qədər günahlar vardır ki, onları bilmirik və yaxud da unutmuşuq. Və insan deyir, ümumi tövbə etməlidir. Bildiyi və bilmədiyi günahlarına görə tövbə etməsi. Bildiyi və bilmədiyi, xatırladığı və xatırlamadığı günahların hamısına görə tövbə etməsi. Çünki Allah Teala buyurur ki: "Və mə asabekum min musibetin febima kesebet eydikum ve ya'fu an kesir." Sizin başınıza gələn hər bir müsibət qazandığınız günahlara görədir. Yenə Allah Teala çoxundan keçir. Deməli, açıq-aydın ayə bildirir ki, problemlərin səbəbi nədir? Özümüzün günahlarıdır. Və həmçinin Əl-İmran surəsində Allah Teala buyurur: "Əvələmmə asabətkum musibətun qad asabtum misleyha qultum ennə hədə. Qul huve min indi anfusikum." Başınıza müsibət gəldiyi zaman, hansı ki bundan əvvəl 2 qatını onlara daddırmışdınız və dediniz ki, bu hardan gəldi? Və Allah Teala deyir ki, bu sizin özünüzdəndir. Bu sizin özünüzdəndir. Hansı ki, yəni Bədir döyüşündə sahabələr 70 müşriklərdən 70-ni öldürmüş və onlardan 70-ni əsir tutmuşdu. Uhud döyüşündə isə 70 sahabə əsir düşmüşdü və bu baş verdiyi zaman soruşdular ki, bu hardandır? Allah Teala deyir ki, bu sizin özünüzdəndir. Çünki onlar, yəni oxçular Peyğəmbər s.ə.v-in əmrinə tabi olmamışlar, o təpədən düşmüşdülər. Deməli, baş verən müsibətlər nəyə görə oldu?
günahlarımıza görə, onun da qaldırılması üçün nə lazımdır? Tövbə lazımdır. Hətta sələflərdən biri yolla gedərkən biri onun qarşısına çıxır və ona qarşı sərt sözlər söylüyor və istəyir ki, onu vursun. Deyir ki, dayan, saxla, indi gəlirəm. İçəri keçir, 2 rəkat namaz qılıb gəlir. O da təəccüblə gözləyirdi. Sən nə eləyirdin? Deyir ki, o günahlardan tövbə edirdim ki, onun səbəbi ilə Allah Teala səni mənim üzərimə musallat etdi. Yəni, mən bilirəm ki, sən boş yerə üstümə gəlməyirsən. Deməli, mən harada sənəsə günah eləmişəm ki, yəni onun səbəbi ilə, o günahın səbəbi ilə sən mənə qarşı belə sərt danışırsan və yaxud da vurmaq istəyirsən. Deməli, onlardan, düşmənlərdən qorunmaq üçün səbəblərdən 7-incisi nə oldu? Tövbə oldu, ümumi tövbələr. Ona görə baş verən bəlaların qaldırılması üçün ən əsas olan tövbədir. Və həmçinin ümumi sədəqələrdir və yaxud ümumi yaxşılıqlar insanı qoruyur. Həsəd aparandan da, gözdən də və digər problemlərdən. Çünki həsəd aparan insan nə istəyir? İstəyir ki, səndə olan nimətlər içsin, aradan qalxsın. Və insanın da şükür eləməsi neməti qoruyur. Və neməti aradan qaldıran nədir? Günahlardır. Günahlar kimi başqa bir şey nemətləri aradan qaldırmır. Amma nemətləri qoruyan isə ibadətlərdir və artıran isə şükürdür. Nemətlərin qorunmasına səbəb ibadətlər, itaətlər və onun artmasına səbəb şükürdür. Və həsəd aparan insan da istəyir ki, onlar səndə olmasın, içsin. Və ona görə insan, yəni Allah Teala mal veribsə, yəni onun şükrünü etməsi, sədəqə verməsi, yaxşı yerlərə xərcləməsi o nemətin qalmasına səbəb olur. Və o həsəd aparan istəyinə çatmır. Və həmçinin Peyğəmbər s.ə.v ümumi olaraq buyurur ki, İnnə sanai'əl ma'ruf təqi masari'əs su. İnnə sanai'əl ma'ruf təqi masari'əs su. Həqiqətən, yaxşı işlər, yaxşı əməllər insanı pis ölümdən qoruyur. Yaxşı əməllər insanı pis ölümdən qoruyur. Neçənci oldu? 8-ci. 9-cu isə İbn-i Qayyum Rahiməhullah buyurur ki, pislik edənin özünə yaxşılıq eləməkdir. Pislik edənin özünə yaxşılıq eləməkdir. Bu, çox ağır məsələdir. Səbəblər içərisində ən ağırıdır. Nəfsə ən ağır gələn iş, yəni o pislik edənə yaxşılıq eləmək. Qohumla əlaqəsini birləşdirirsən, məsələn, o kəsir. Yenə birləşsən, o yenə əlaqəni kəsir. Və yaxud da yaxşılıq etsən, pislik eləyir. Yəni, o pislik edənə yaxşılıq eləmək nəfsə ən ağır gələn məsələlərdən biridir. Ona görə buna da hər adam nail olmur. Allah Teala Quranda buyurur: "Və la testevil hasenatu və las-seyyiə. İdfa' billati hiya ahsanu fa ida'llazi beynaka və beynehu adawatun ka'annahu valiyyun hamim." Heç vaxt yaxşılıqla pislik bir ola bilməz. Sən pisliyi yaxşılıqla dəf elə. Və onda görəcəksən ki, səninlə aranda düşmənçilik olan kimsə sənin yaxın dostuna çevrilib. Amma bunu kim bacarır? Yəni, hər adam bacarır mı bunu? Yox. Allah Teala buyurur: وَمَا يُلَقَّاهَ إِلَّا الَّذ۪ينَ صَبَرُوا وَمَا يُلَقَّاهَ إِلَّا ذُو حَظٍّ عَظِيمٍ. Bunu yalnız səbr edənlər və Allah Teala tərəfindən böyük pay olan insanlar bacarır. Bunu yalnız səbr edənlər və böyük insanlar, Allah Teala tərəfindən böyük pay olan insanlar bacarır. Yaşlı insanlar yox, böyük insanlar bacarır. Ona görə yəni pisliyi yaxşılıqla qarşılamaq kiçik adamların işi deyil. Böyük adamların işidir. Yəni insan pisliyi yaxşılıqla qarşılamaqla ucalır, böyüyür. Və nə keçirdi? Sən pisliyi yaxşılıqla dəf elə və onda görəcəksən ki, səninlə aranda düşmənçilik olan kimsə yaxın dostuna çevrilir. Əgər insan bu əxlaqla düşmənləri əldə edə bilirsə, düşmənləri özünə tərəf çəkə bilirsə, düşmənləri qazana bilirsə, onda bu əxlaqla qardaşları necə qazanmasın? Amma sonraki ayədə Allah Teala buyurur: "Və immə yənzəğannəkə minəş-şeytani nəzğun fəstəiz billah innehu vəs-səmiul alim." Əgər şeytan tərəfindən sənə bir vəsvəsə gələrsə, Allaha sığın,
Allah Teala hər şey eşidən və biləndir. Yəni, çox vaxt görürsən ki, insan o pisliyi yaxşılıqla dəf elədiyi zaman şeytan gəlir. Deyir ki, yəni bu aşağılıqdır. Sən onu sındırmalısan. Ha? Amma o nədir? O şeytan tərəfindən vəsvəsədir. Gəldisə Allaha sığın. Çünki sənin Allah üçün təvazökarlıq eləməyin alçaqlıq deyil. Şeytan gəldi ki, sən əgər onu yaxşılıqla qarşıladınsa, alçalmış olursan. Əksinə, çünki Peyğəmbər s.ə.v buyurur ki, mən təvada'a lillahi rafa'ah. Kim Allah üçün təvazökarlıq edərsə, Allah Teala onu qaldırar. Demək, ucalmaq keçməkdədir. Ucalmaq bağışlamaqdadır. İnsan keçə bilmirsə, bağışlamırsa, məsələlərin xırdalığına gedirsə, o insan ucala bilməz, böyük insan ola bilməz. İbn-i Qayyim Rahimullah deyir ki, bu ağırdır, sözsüz nəfsə ən ağır gələn məsələlərdən biridir. Amma sözsüz ki, elə bir məsələ yoxdur ki, onun da həlli olmasın. Onun həll yolu olmasın. Onun da həll yolu var. Nədir onun həlli? Deyir ki, müəyyən şeyləri bilmək. Əgər müəyyən şeyləri bilərsə, yəni o ağır gələn məsələni də deyir, insan yenə bilər. Nədir onlar? Deyir ki, elə bir insan yoxdur ki, onun günahları olmasın. Yəni, elə bir insan yoxdur ki, onun özü ilə Rəbbi arasında günahları olmasın. Var mı günah olmayan? Günah özü nə qədər? En qədər, təpədən dırnağa qədər günahlar var. Və hər bir insan istəyir ki, o günahlar ortaya çıxmasın. Heç kəs onu bilməsin. Və heç kəs onu barmaqla belə göstərməsin ki, filan kəs filan əməlin sahibidir. Yəni, insan Rəbbindən istəyir ki, Rəbbi onu örtsün. İstəyirik, istəmirik. Hamı istəyir bunu. Hələ bununla insan kifayətlənmir. Və üstəlik yenə Rəbbindən istəyir ki, qiyamətdə o günahına görə əzab verməsin. Həm dünyada örtülsün, heç kəs bilməsin, rüsvay olmasın və axirətdə də bağışlansın, yəni əzab verilməsin. Bunu da istəyirik, elə deyilmi? Yenə bunu insan elədir, bununla da kifayətlənmir. Yenə əlavə olaraq Rəbbindən mükafatlar istəyir, cənnət istəyir və hətta arzuladığından artıq nemətlər də istəyir. Əgər deyirsən, Rəbbinlən bunları istəyirsənsə, Rəbbinin yaratdıqlarına qarşı da belə olmalısın. Necə olsan, sənə qarşı o cür olunacaq. Keçsən, bağışlasan, sən də bağışlanacaqsın. Səndən də keçəcəklər. Keçməsən, bağışlanmasan, sən də bağışlanmayacaqsın. Və üstəlik sən keçərək, bağışlayaraq, yaxşılıq da eləsən, onda həm keçiləcək səndən günahlarından və mükafatlar da veriləcək. Və bunu biləndən sonra asanlaşır, asanlaşmır. Əgər insan həqiqətən oranı istəyirsə, nə qədər nəfsə ağır olsa da, bunları yəni etmək də insan üçün artıq asanlaşa bilir. Ona görə çox şeyin əvvəli elmdir, bilməkdir. Dərk eləməsidir insanın. Bəzən insan deyir ki, halallıq vermir. Qiyamətə qalsın. Yəni, bu təhlükəli haldır. Yəni, insan nə qədər arxayındır ki, özünə qiyamətə saxlayır. Amma keçərsə daha əfsəldir. Var, bəzi ayələr var ki, yəni insan intiqam alma ayələri, amma demək olar ki, 99% ayələr yəni keçməyin fəzilətini bildirir, bağışlamağın fəzilətini bildirir. Və həmçinin ümumi yaxşılıqlar da yenə, necə ki, alimlər misal olaraq gətirir ki, o həsəd aparanın həsədinin qarşısını almasına səbəb olur. Necə ki, məsələn, bəzən kənd yerlərində insan görürsən ki, dükandan meyvədir və yaxud da digər maraqlı şeylər alıb gəlir və qonşu da görür və qonşunun uşağı da görür onu və qonşu da baxdığı zaman yəni onu uşağına ala bilmir və istər-istəməz onun qəlbində o qonşuya qarşı həsəd yaranır. Əgər insan o aldığından heç bir dənə olsa qonşuya verərsə, onun qəlbində olan həsədin aradan qalxmasına səbəb olur. Ona görə ümumən yaxşılıqlar da həsədin yəni itməsinə səbəbdir. Və həmçinin səbəblərdən yenə gətirir ki,
həsəd aparan insanlar olan yerdə Allah Teala'nın verdiyi nemətləri danışmamaqdır. Ümumiyyətlə, nemətləri danışmaq şükürdür. Nemətləri danışmaq şükürdür. Yəni, insan danışması kimi Allah müvəffəq elədi, həccə gəlmək və digər nə qədər nemətlər danışır, Allaha mənsub edərək insanın danışması yaxşı haldır, nemətlərə şükür sayılır. Amma baxmalı, əgər məclisdə həsəd aparanlar varsa, yəni onda gizlətməsi daha məsləhətdir. Gizlətməsi daha məsləhətdir. Və səbəblərdən yenə 10-cusu və yaxud 11-ci və yaxud sonuncusu tövhiddir. Tövhiddir. Demək olar ki, bütün qeyd olunan səbəblər də hamısı bunda cəmləşir. Əgər tövhid, yəni güclü olarsa, əgər insan qorxuda, ümiddə, sevgidə, digər əməllərdə Allah Teala'nı təkləşdirərsə, bütün qorxuların çıxmasına və həmçinin o şərlərin, zərərlərin uzaqlaşmasına səbəb olur. Yəni, tövhid kimi ən güclü səbəb yoxdur. Ondan güclü səbəb yoxdur. Ona görə İbn-i Qayyim Rahimullah buyurur ki, insanın qəlbindən bütün narahatçılıqları, qorxuları çıxardan, yəni insanın bilməsi ki, necə Peyğəmbər sallallahu buyurur, وَعَلَمْ أَنَّمَا أَخْطَأَكَ لَمْ يَكُنْ لِيُصِيبَكَ Bil ki, səndən yan keçən sənə toxunan deyildir. وَأَنَّمَا أَصَابَكَ لَمْ يَكُنْ لِيُخْطِئَكَ Və sənə toxunan da səndən yan keçən deyildir. Yəni, bunu yəqin olaraq insan inanması, iman gətirməsi, insanın qəlbindən bütün qorxuları çıxardır. Yəni, bir şey ki, yan keçdi səndən, deməyinən ki, mən biraz bu yanda olsaydım, mənə dəyəsiydi. Bir şey yan keçməsə, yan keçməlidir. Və yaxud da dəydisə, yox, mən biraz kənarda olsaydım, mənə dəyməsidir, yox. Yəni, hər bir, yəni Allah Teala'nın bölgülər, baş verən şeylərdə insan bu cür inancla yanaşırsa, yəni qəlbdən bütün qorxuları, bütün narahatçılıqları çıxardır. Deməli, insan qəlbində tövhidi, yəni kamilləşdirərsə, Allah Teala'nın ona olan yardımı da və qoruması da, kifayəti də tam şəkildə olur. Yox, əgər insan qarışdırarsa, onda gələn yardım da qarışıq gəlir, tam gəlmir. Yox, əgər bu insanın qəlbində bu olmazsa, onda heç bir yardım gəlmir. Çünki Allah Teala buyurur ki, Əleyhissallahu bikafin abdə Məgər Allah Teala quluna kifayət deyilmi? Məgər Allah Teala quluna kifayətdir. Kimdir qul? Yəni tövhidi olan, tövhidini doğruldan, yəni hər bir sahədə, hər bir halda, hər bir yerdə qulluğunu həyata keçirəndir. Nə qədər yəni qulluq tam olarsa, yəni Allah Teala'nın quluna olan yardımı da tam şəkildə olur. İbn Qayyim Rahimehullah deyir ki, bu ayə əsasən Allah Teala'nın quluna olan yardımı, kifayəti qulun qulluğundan asılıdır, tövhidindən asılıdır. Yəni qulluq nə qədər tam olarsa, bir o qədər də yardım tam şəkildə olur. Əgər qulluqda naqislik olarsa, yardım da naqis olur, tam olmur. Əgər qulluq olmazsa, tövhid olmazsa, heç bir yardım da olmur. Deməli, bu müəyyən səbəblər idi. İbn Qayyim Rahimehullah'ın Fələq surəsindən çıxartdığı gözəl, yəni faydalardır, səbəblərdir. İnsan daima bir şey baş verdiyi zaman bunları xatırlaması, o narahatçılıqların, problemlərdən uzaq olmasına böyük səbəb olar. Bununla kifayətlənir. Allah təşkifatən etsin. Sallallahu aleyhi ve sellem.